Hər vaxtınız xeyir əziz tamaşaçılar. Misli Premyer Liqasının sonuncu 33-cü turunun daha bir qarşılaşması CBC Sportun canlı yayımında. Sumqayıtdayıq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli Sumqayıt komandası Qarabağla qarşılaşacaq. Heyətlərə keçid almağın vaxtıdır, başlayaq. Meydan sahibi Sumqayıt komandasından. Qapıda 22 Xəyal Fərzullayev, 6 Serdrik Badoğlu, 7 Rüstəm Əhmədzadə, 8 Səbuhi Abdullazadə komanda kapitanı, 9 Aleksandr Romalingom, 21 Nihat Əhmədzadə, 29 Emil Mustafayev, 33 Daniel Beskaravayni, 75 Nadir Orucov, 95 Ensana Simon və 97 Vüsal Paşayev. Baş məşqçi Saşa İliç bugün texniki zonaya qayıdıb. Onun baş hakimi Elvin Bayramov ilk müşkü atır. 10 köməkçilər bugün yan xətlərdə Pərvin Talıbovla Mir Nihat Seyidov olacaq. 4-cü hakim isə Nicat İsmaillidir. Eyni zamanda Paşa həyat var otağında Fərid Hacı və Eyyub İbrahimov iş başında olacaqlar. Əziz tamaşaçılar, məhz var otağını hal-hazırda ekranlarınızda görə bilirsiniz. Qonaq komanda Qarabağın heyəti qapıda 89 Amir Ramazanov. Onun üçün də bu mövsümün debütüdür Premier Ligada. 8 Marko Yankoviç, 11 Emanuel Adday, 18 Dani Bolt. Oyun başladı. Elvin Bayramov çarəsindən sonra Sumqayıt oyuna başladı. Bu futbolçular bugün oyunun iştirak əzəsində yer almırlar. Uzun ötürmə irəli Ramil Şeydayev və Qarabağ hesabı açır. Ramil Şeydayev 3-cü dəqiqədə erkən qolun müəllifi olur. Çox yaxşı ötürmə gəldi Şeydayev istiqamətində. O da müdafiəçinin arxasında boş mövqe açılmağı bacardı. İlk baxışdan burada hər hansı bir ofsaydın olmadığını görə bildik. İndi Simona topu ötürdü. Simonun zərbəsi qapı istiqamətində və Amir Ramazanov düzgün mövqeyi seçərək topu tutmağa nail oldu. Hikmət Cəbrayılzadə qapı qarşıda ötürmə. Xəyal Fərzullayev topu tutur. Emil Mustafayev, Serdrik Badoğlu ayaq saxladı. Badoğlu Nadir Orucov hücuma dəstək verir. Badoğlu sağına çəkdi. Qapıya zərbə uzaq məsafədən. Dəqiq alınmır. Səbuhi Abdullazadə, Səbuhinin ötürməsi. Romalingom və Amir Ramazanov topu tutur. Öndə yalnız Romalingom var. Paralel xətlə irəliyən Emil Mustafayeva topu ötürdü. İndi isə Rüstəm Əhmədzadə topu Nihat'a ötürür. Nihat'dan qapı qarşısında Romalingom başla zərbə. Son toxunuş elə Romalingomdan olmuşdu deyir hakim. Qapıdan zərbə olacaq. Qarabağın daha bir gol vurmaq imkanı indi yarana bilər. Bəhruz Qurbanlı, Toral Bayramov, yerli ötürmə, Adday və gol! 2-0 gözəl kombinasiyanın sonunda Emanuel Adday ikinci topu Sumqayıtın qapısından keçirir. Yəni izləyə təkrarı. Bəhruz Qurbanlı topu Torala ötürdü. Toral yerlə ötürdü qapı qarşısına. Ramil Şeydayev topu buraxdı və bununla da Sumqayıt müdafiəçilərini çaşdırdı. Top Emanuel Addayın önünə düşdü. O da özünü itirmədi və bir toxunuşla topu Xəyal Fərzulayevin qoruduğu qapıya göndərdi. Sumqayıt hücumu Rüstəm Əhmədzadə cərimə meydançasına zərbəsi qapıya uzaq gün istiqamətində topu az fərqlə qapıda aralı keçdi, amma ofsayd var idi burada. Yəni xət hakiminin bayrağı, baş hakimin isə əli havaya qalxdı. Bugün əlbəttə ki onun üçün unudulmaz gün olacaq. Ömür boyu ki unutmayacaq bu günü. Bu arada Aleksey Kaşu Xəyal Fərzulayevin səhvindən sonra topu boş qapıya göndərə bilərdi, lakin top dirəyə dəydi. 3-cü qol vurmağa çox yaxın idi. Qarabağ Xəyal Fərzulayev bugün çox inamsız görünür. Növbət dəfə çox kobud səhvə yol verdi və az qala 3-cü qola səbəb olacaqdı. Səbuhi qapıya baxır. Uzaqdan qapıya zərbə Amir Ramazanov. Qarabağ qoldan xilas etdi. Bu zərbə Amin öz məharətini nümayiş etdirmə imkanı əldə etdi. Emil Mustafayev sanki o da bir anlıq qapıya baxdı, amma zərbə indirmədi. Sarçın topu ötürdü Nihat Əhmədzadə. Tüstü bürüdü meydan bu hissəsini. İndi qapıya zərbə gəlir və top dirin üstündən keçir. Və əlavə olmuş bir dəqiqədə yekunlaşdı. İlk isə Qarabağın 2-0 üstünlüyülə başa çatır.
Cəmi bugünə qədər bir oyunda meydana çıxıb, ötən turun maçında 7 dəqiqə meydanda olmuşdu Hikmət Cəbrayılzadə. İkinci hissə başladı, gəlin heyətlərə bir daha nəzər salaq. Dəyişikliklər yoxdur heyətlərdə. Emir Mustafayev. Əla paslaşma, Simon və top dirəyin yanından keçir. Fərqi azaltmaq çox yaxın oldu Sumqayıt futbolcuları. Bugün həqiqətən də hücum mənasında çox gözəl, baxımlı kombinasiyalarla həyatda qalırlar. İkinci hissə əvvəlində ən fəal futbolçu meydanda. Cedric Badoldan əla hərəkət. Badolun ötürməsi. Ramalingom topu saxladı. Səbuhi və gol! 2-1. Sumqayıt fərqi azaldır. Hər şey bax burada Badolun bax bu hərəkəti ilə, əla hərəkəti ilə başladı. Qayda pozuntusu da yox idi. Emir Mustafayev ilə oynadı Badolo. O Ramalingom'a topu ötürdü. Ramalingom topu bıraxdı və top Səbuhi Abdulazadənin önünə düşdü. Ukrayna futbolunun daha bir yetirməsi. Rüstəm Əhmədzadə topu saxladı. Rüstəm qapı qarşısına və Amir Ramazanov topu tutdu. Addaydan əla ötürmə, ofsayd yoxdur. Aleksey Kaşyuk sürət yığır. Kaşyuk cərimə meydançasında ötürməsini verir və 3-1, amma indi bayraq havaya qalxır. Ramil Şeydayevin dublu qeydə alınmır, lakin hər halda epizod izləniləcək var. Sistemi uzun müddətdir ki, artıq tətbiq olunur liqamızda. Hər şey var, hakimləri incələyəcəklər. Gəlin biz onlardan öncə təkrara baxaq. Və Elvin Bayramov mərkəzə göstərir, ofsayd yoxdur. 3-1. Ramil Şeydayev daha bir təkrar gol epizodunun, 3-cü gol epizodunun daha bir təkrarı. Kaşyuk vaxtında tam dəqiq götürmə edir və Ramil Şeydayev 3-cü topu Sumqayıtın qapısından keçirir. Və Qarabağın heyətində ilk dəyişiklik. Bəhruz Qurbanlı meydanı tərk edir və daha bir debutant, daha bir 18 yaşlı futbolçu meydana daxil olur. Rüstəm, önündə Bədavi var. Rüstəm ondan sıyrıldı. Ötürməsi cərimə meydançasına Ramalingom. Zərbəsi alınmadı. Qaydan top. Emir Mustafayev və top dilin üstündən keçir. Sənan cərimə meydançasında aldacı pəndlər silsiləsi. Sənandan yerli ötürmə. Rüstəm Əhmədzadə və gol! 3-2! Rüstəm Əhmədzadə də adını tabloya yazdırdı. Bax burada Murad, Sənan Muradlı yaxşı qoşuldu. Və sanki Rüstəm Əhmədzadə gözləmirdi ki, dəqiq ötürmə verə biləcək Sənan burada. Dani Bolton ayaqları arasında topu ötürdü. Top Rüstəmin önünə düşdü. İmam Əliyev özünü çatdırmağa çalışsa da Emanuel Adday cəld davransa təhlükəli ola bilər. O da belə etdi. Hikmət Cəbrayılzadə yorulub sanki. Hikmət hər halda cərimə meydançasına doğru yaxınlaşır. Zərbəsi və top qapının üstündən keçdi. Hikmət Cəbrayılzadə məsuliyyəti öz üzərinə götürdü gənc futbolçu. Meydan görmə qabiliyyəti, ötürmə vermə bacarığı şübhə doğurmur və indi sürətli əks-hücum Qarabağdan Emanuel Adday çəkdi sağına, ötürməsini verdi. Ramil Şeydayev yerlə ötürmə, Kaşyuk topu saxladı. Kaşyuk! 4-2! Yenə də Qarabağ Sumqayıtda hesabı 4-2 edir. Yenə də qolu Kaşyuk vurur. Sumqayıt dejavusu. Ramil Şeydayev ötürmə verdi. Kaşyuk 11 metrlik nöqtədə topu qəbul etdi. Zərbə indirdi. Top Vüsala dəydi. Deyəsən onsuz da qapıya gedirdi. Məncə bu məhz Aleksey Kaşyukun qolu kimi protokolda qeydə alınacaq. Düzdür, Mustafa Paşa belə ixtiyarı toxunuş etdi topa. Oyunun isə artıq 90-cı dəqiqəsidir. Aleksey Yankoviç sağ cinahda ötürmə edir qapı qarşısında. Ramalingom bugün çox səy göstərir, çox çalışır. Qapı qarşısında Ninkoviçin ötürməsi. Beskaravayni'dən öncə müdafiəçilər topa çatdı. Ramalingom topu saxlasa təhlükəli ola bilər. Saxlayır. Daha bir zərbə. Emir Mustafayev və gol! 3-4! Hələ son söz deyilməmişdi bu oyunda. Emir Mustafayev də fərqlənir. Sumqayıt yenidən fərqi miyuma indirir. Futbol şousu, futbol festivalı bəxş etdi bugün bizə komandalar. Sumqayıt və Qarabağ. Belə notlarda mövsümü bitirirlər. Mehdi Hüseynzadə stadionuna, Hüseynzadə stadionuna toplaşan azərkeşləri bəs belə oyunla sevindirir, əyləndirir. Futbol zövqü yaşadır futbolçular bugün meydanda.
belə bir futbol festivalını bəxş etdilər. Son qol epizodu Roman Lingomensin də burada fərqləməyə çox yaxın idi. Topu boş qapıdan Qarabağ müdafiəçiləri çıxardı. Top düz Emil Mustafayev önündə düşdü və o da Amir Ramazanın qoruduğu qapının yaxın küncünə topu dəqiq şəkildə göndərdi. 3-4 və bu da oyunun finalidir. Topa son toxunuşu oyunda məhz Emil Mustafayev etdi və Sumqayıt Qarabağ maçı Qarabağın 4-3 hesablı qələbəsi ilə yekunlaşdı.